Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, Zayed İnsan Qardaşlığı Mükafatının münsiflər heyətinin üzvləri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Prezident İlham Əliyev yanvarın 21-də Davosda Brookfield Asset Management şirkətinin prezidenti Conor Teski ilə görüşüb. Prezident İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının baş naziri Andrey Babişlə görüşüb. Prezident İlham Əliyev yanvarın 21-də Davosda dünyanın informasiya texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan ABŞ-nin Dell Technologies şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian McDonaldla görüşüb. Prezident İlham Əliyev Davosda İsrail dövlətinin prezidenti İshak Herzogla görüşüb. İqtisadi forum çərçivəsində Davosda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump xüsusi müraciətlə çıxış edib. Sonra Donald Trumpın iştirakı ilə panel iclas keçirilib. Prezident İlham Əliyev və qızı Leyla Aliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla görüşüb. Sokar Karbamid zavodu Dünya İqtisadi Forumunun rəqəmsal mayak mükafatına layiq görülüb. Bu, Azərbaycanda və Orta Asiyada fəaliyyət göstərən müəssisələr arasında təltifə layiq görülən ilk zavoddur. Sokar isə dünyada 3-cü dəfə rəqəmsal mayak mükafatına sahib olan yeganə enerji şirkətidir. Prezident İlham Əliyev yanvarın 21-də Davosda Vitol şirkətinin baş icraçı direktoru Russell Hardy ilə görüşüb. Prezident İlham Əliyev sosial media hesablarında Qarabağ Futbol Klubunun qələbəsi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Çempionlar Liqasının əsas mərhələsində Eintracht komandası üzərində parlaq qələbə qazanmaq münasibəti ilə Qarabağ Futbol Klubunu ürəkdən təbrik edirəm. Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ. NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trumpın Arktikanın təhlükəsizliyi ilə bağlı narahatlığının haqlı olduğunu bəyan edib. Davos forumunda aktual məsələlərdən danışan Rutte Arktikanı qorumalı olduqlarını vurğulayıb. Paytaxtın Nizami rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıb. 54 yaşlı sakinə qarşı kəsici alətlə hədə-qorxu gələrək quldurluq edən 2 nəfər müəyyən olunaraq tutulub. Bundan başqa marketlərdən oğurluq etməkdə və kuryerlərin motosikletlərini talamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır. Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Rayon sakini əvvəllərdə məhkum olunan Yelmar Atakişiyevin yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb. Müəyyən olunub ki, saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb. Barəsində həbs qəti imkan tədbiri seçilib. Avropa Parlamenti aylardır etiraz aksiyalarına səbəb olan Mercosur razılaşmasını İttifaqın Ədalət Məhkəməsinə həvalə edib. İndi Ədalət Məhkəməsi Avropa İttifaqı ilə Cənubi Amerika ölkələrinin vahid bazarı Mercosur arasında 25 illik danışıqlardan sonra imzalanan azad ticarət sazişinin hüquqi tərəflərini araşdırmalıdır. Yerli fermerlərin etirazlarına səbəb olan saziş Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Ukrayna prezidenti Volodimir Zelenski şiddətli şaxtalarla mübarizə aparıldığı bir vaxtda Kiyevin yarıdan çoxunda elektrik enerjisinin olmadığını bildirib. Kiyev sakinlərinin çoxu soyuq mənzillərdə yaşayır. Gün ərzində cəmi bir neçə saat elektrik enerjisi alır. Bəzən isə ümumiyyətlə elektriksiz qalır. Bugün olan məlumata görə paytaxtın təxminən 60%-i elektrik enerjisizdir deyə Zelenski X sosial şəbəkəsində yazıb. Elektrik enerjisində yaranan fasilələr Ukraynada mobil rabitənin fəaliyyətinə ciddi təsir göstərib. Ankara'da Qarabağ Universiteti ilə Türkiyənin İstanbul Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. Tədbir Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində baş tutub. İmzalanan sənədə əsasən növbəti tədris ilindən Qarabağ Universiteti ilə 253 illik tarixə malik İstanbul Texniki Universiteti arasında ikili diplom və tələbə mübadiləsi proqramları planlaşdırılır.
Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.